Çata yazın ki beni sessize atanı iyi yapmışlar. İyi yapıblar, iyi yapıblar. Oh canıma değsin. Sessiz atılar yazılar ki beni sessiz atılar. Oh canıma değsin. Değsin, değsin. O bir mahnı vardı. O şu qarın bir oynuyordu. O mahnının adı neydi? Onu kopturup bir de 40 saniye oyun oynayıp çatlatacağım. O mahnının adı neydi? Şup qarına bir deyirdi kök adam. O mahnının adı neydi? Deyin YouTube'dan ona baxım. Ne dedi? Neydi o mahnının adı? Yazın. Şakşuka. Yok şakşuka değil. Dom şipidi he. Seni çatlatmak bana borç olsun 40 efsane. Sen hediye atıyorsun ile biliyorsun ben çatlıyorum. Hiç umurumda bile değil. Deyan, indi əsl çatlatmaq elə yox, belə olur. Deməli 40 efsane, yok 40 efsane neymiş? Neydi? Şıpıtı neye yadımdan çıktı? Dom yes. Dom yes. Dom. Kurşunu çıktı axı, dom kurşunu. Dom. Ha, dom yes. Axı benim qarnım oturdu. Benim anım ne ton oynayışım basana Allah bilir. Bekliyor musun 40 efsane? Yoksa kaçmış mısın? Buradadır. Şimdi seni çatlatmak bana borç olsun. Sonra seni arayacağım. I'll protect Montag. Ben neden olmaz onu? Ben tüfeğim oynayamıyorum axı. Deyan. Terezmeye de bölümde başı demeyecektin. Axı bilmez o domu. Elədi. Güzel olmaz mı? Ama benim bana bu şıklar. Devlet ne bir hastane. Şimdi yanık öyle olur, yanık değil bu. Ben şey yapmana yanacağım mı? Hı? Meclisi gelir be. Evlisi. Götür şey yapmalarım lazım. Bu tarafından vereyim. Çatla patlayacağım. Gördün mü yanlış vermeyi ne kadar olur? Evet, ne öyle? Ne öyle şey? Uçtu, uçmuyor.
Ev sirkelendi. O kadar özümü yırgaladım da lan. Ev sirkelendi. Ama yanığı yaxşı bak mən verdim əsl yanığı. Yani əsl yanıq indi çatda partda. Vallahi indi çatda partda. Sen bana asla yanıq veremezsin. Sen bana yanıq mı veriyorsun diyeceğim. Desene yanığı. Diyeceğim bilmirsen. Diyeceğim sen kimsin ki beni pisliyorsun. Benim hakkımda konuşuyorsun. Senin başka teman yok mu? Prim mi yıkıyorsun? Geldin evime. Geldin evime. Gel sağa öz yatak, kıyıp yatmadığım gelin otağımı verdim sana. Ondan utan ey. Ondan utan be. Soğuğun gününde soğuk titriyordum. Durdum sana hinduşka kestim ey. Koydum kabağına. Yoldum koydum kabağına. Ondan utan ey. Eğer utanmam varsa tabii ki. Her gün belə oynasam arıqlayarsan. Allah haqqı, Kur'an haqqı gəlin otağım var. İmam haqqı kızımın otağında yatıram. Eğer mən o otaqda qıyıb yatıramsa, ona verdim ey. Belarusya mı yatağımı? İndi yığıram, tələsmə. Ya Allah sağ verəcək adama. Çalıyor yazıb. Ay, kaftaration. Sen kim oluyorsun da benimle konuşuyorsun? Senin başka teman yok mu? Yok, sen varsın sadece. Ön planda sen varsın şu anda. Niye benimle konuşuyorsun be? Hı? Pili mi yıkıyorsun? Canlarını mı kaldırıyorsun? Ne istiyorsun sen benden? Yok, ne istiyorsun sen benden? Sen adını çekiyor muyum? Yok. Görüyorsun toprağımı yedim şimdi lumulu çayımı içip oturacağım. Ne istiyorsun benden? Bak canıma niye geliyorsun? Niye geliyorsun canıma? Canına geliyor muyum? Bana kimesi aslan atıp niye bana direkt atıyorsun? Bana ne sen kimesi aslan attığından? Bana ne? Hı? Neyin peşindesin? Amacın ne? Seni kıskandırmak bebeğim. Ben niye kıskanıyorum? Seni kadın mıyım ben seni kıskanayım? Ben erkeğim bala, erkeğim bala. Neyini kıskanacağım? Ben kaftarı yaşı neyini kıskanacağım? Yüzünde bir tane temizliğe de kalmamış. Her bir şey kıp kırışık. Neyini kıskanacağım? O alnının kırışını mı kıskanacağım? Sevir onu, o sese danışma ha, sevir onu. Sesi dışarı açtın değil mi? Herkes dinliyor. Evet, herkes dinliyor. Senin payını vereceğim. Seni de blok atacağım. Var mı diyeceğim? Tamam ver hadi dinliyorum. Ne istiyorsun? Bir şey istemiyorum. Sen yırdın beni. Yo, niye bana şeyini atıyorsun? Neyimi? Ne dedim ha? Kuşladım hay Allah. Evet. Direkt de şey attı aşıklar Allah hakkıma. Kimese şey attı onu attım ha. Onun önüne danışmam Allah'ım sen benim keçilerime mukayyet ol. Hadi git burada seni konuşmak istemiyorum. Ağzımdan da kuştu sonra. Naz eylemrem ha bu kız, naz eylemrem Allah'ın dostu. Ne danıştım ağzıma? Yok az Allah, papaçanı kesten elemedim Allah'ım. Götürüp kimese şir atıp, onu götürüp ne yaptım? Onu götürüp ne yaptım? Mane sen kimese şir atmışsan? Mane! Göğe yanık verir. Birden kimese PK'ya koşulup at CMP'li istemiyorum. Götürüp beni pisliyor. He budu. Ne istiyorsun be kardeşlerin adını çekiyor muyum? Ben niye çocuğa danışıram ey? Sen adını çekir he? Birbirlerini kıskanma. Taş başına sesle danışma. Birbirlerini kıskanma. Allah nadir neye yaraştırırlar ya. Yani telefon evet durup bir oynamak oynadım.
O dom dom şıptı 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 elə dom 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 dom. O tüften elli köpəkli adamlar. Ax məndə də köpək yaxşıdır, qarınlı. Vurdum bir yamıq verdim, bir yamıq verdim, bir yamıq verdim. Gəl görəsən. Yaxşı elədim, əlimin içindən gəldi, çölündən də çıxdım. Ay tamaşaçılar, niye hesap ettiysiniz onu? Ne yazık o? Niye prim sabit ona prim verirsiniz? Onun amacı prim. Harda aş orada baş. Sağ hakkımı halal etmiyorum. Seni kim tanıyordu be Azerbaycan'da? Kim tanıyordu seni? Beyaz sevişməni yığmışdı. Sevinç həddidli. Allah haqqı açmadım, utandım. Onu takipdən çıxartmışam axı. Biraz mənə yazdı ki, məni takipdən çıxartmışsan. Dedim 2 dəfə oyun atdım, qəbul eləmədim. Hə, o da mənə yazmışdı ki, mən saat dəfələrlə oynatadı, heç sən qəbul eləmirdin. Nə bilim, dedim, mən yemək yedim. Mən yemək yedim, heç kimin oyunu qəbul eləmirəm. Elə belə atılara yeməyimin üstünlük verirəm. Nə yalan deyəşəm. Mən kim atıba, onun üstündə məndən nə qədər... Onun üstündə mənə nə qədər yayıncılar küsür ki, oynatırıq. Ulaş var, Ulaş Türk, mənim o şeydən çıxardıq, takipdən çıxardıq. 4-5 dəfə yemək yiyəndə yeməyimin üstündə atıqdı, qoşmamışam. Mənim üçün yemək. Mən yeməyimi yiyeyim ondan sonra. Yaxşı qızdır, mən pis görməyində onu yığacam. Mən sevişdən heç vaxt ölməzsizlik görməmişəm, nə yalan deyişəm. Yayıncılarla çıxıb məni pis deyirlər, sonra gəvrər mənim canlıma. Mənə tərbiyəsiz sözlər deyirlər, sonra mənim canlıma gəlir. Özləri mənə yazıqdır. Qarın qardaşlar, xeyr. Yeməyimi yiyəndə sonra mənim başım qarışır. PK-ya yeməyim qalır, soğuyur. Hazır yeməyimi yiyir, sonra qoşarım da. Nar turşusuydu. Ay qadar, mən sevinci ölməsi istəyəməmişəm. Evin əminə qalacaq. Allah yazdıysa pozsun. Həyatı bu. Hava Gülxə sana nəyə görüntülü zəng edirsən ki? Mənim artıq səninlə konuşmam sondur. Dayan, deyim biləsən, dayanı. Bir insanı sildimi silirəm. Söhbət kimə səhət yatmağından getmir, mənim pisləməyindən gedir. Kimsə deyir ki, yedi bitirdi. Sən nə deyirsən, hə. Amma sən orada deyə bilərdin ki, bir dəfə məndən hədiyyə belə istəməyib baboş. Bir dəfə mənə gəlb yazmayıb ki, gəl mənə hədiyyə at. Bu sonda artıq yəni. Abi, ısıra, bu evlilik. Kim sabitledi bunları? Əsəbi vaxtında gəl evlənək. Babaş, səni çox sevirəm. Təşəkkür edirəm. Ay, nə tanıyıram ki onu? Nə olsun ki, mənə o qədər qızlar sən gəlir ki, evlənək. Bakıya gedən günü heç hamısı mən atıqlar bloka. Sonra bərdiyi qaydında yığılar ki, telefonun talihdə düşmüşdü. Nə yaş çıxartdın ondan sonra talihdən o telefonu? Boş şeylerdir. Buradan mənə gələcəklərə inanmıram mən. Mən özüm aradığım aşkı tapacağım. Yalan demirəm. Onda mənə misafir istəyə at, görüntümdə aç sağa baxım. At. At izləyicilər, mənim izləyicilərim insanın üzünə baxanda bilir ki, deyəcəklər buna evlən, yoxsa evlənmə. Kimdir sağa gələn? Hələ bir gör mən Allahım. Niyə gəlmir ki? Gəl Belarus yemək belin üstündə yatacaqdan, ha? Yerdən yatmayacaq, ha? Bir əl yağ olacaq, bir əl də balda. Nə istəyir? Kimdir sağa gələn? Sağa gələcəklər be. Gedər konuşmaq istəmirəm səndən.
Heç gözləməzdim səndən. Başa düşürsən? O birisi bildiyi məni istəməyən adamdır. Sağ nə olubdur? Sən də təsdiqləyirsən ki, he. Ayıb olsun sağ. Kimdənsə gözləsəm səndən gözləməzdim. Az valla kırılmıştı ya. Az valla kıskanmıram. Hakikaten aşından ölürüm hakikaten. Niye öyle danışırsınız ki? Ruzini veren Allah ya size kurbanım. Neyini kıskanacağım? Ruzini veren Allah neyini kıskanım? Neyini? Kimi kıskanım? Tırnağı bu boyda olanı kıskanacağım. Dodağı pamadalı başınız neyini kıskanacağım? Ben kıskanırım kişini ki ay Allah mən niye böyle baxım o kişilərə həsrət taparam ki qollarında sevgilisi əlində baxıram ki ay Allah mənim heç yaraşıqlı ki mənim yarım qədər də deyil boyu balaca baxırsan ki bir gözəl qızı vurub qolduğuna parkda gəzir elə birini kıskandım mən Allah'ın olsun ki ona baxıb balaca ailəsi uşağı ailəsi eləsin kıskanıram mən beləsi kıskanası deyiləm mən kıskananda eləsinə həsrət taparam parka çıxıram baxıram yarım boydadır arvadınla uşağından oturup uşağında böyle şeyde parkından eteri gəzdirsə həsrət aparıram. Allah'ın olsun həsrət aparıram. Kıskanırım, eyləsini kıskanıram mən. İmam Haqqı deyirəm Allah nə olardı? Bu boyda mənə ev eşiyi, ruzi vermişsən, tanınmışam, eləmişəm, mənə nə olardı? Mənə bir ailə verəydin, bir uşaq verəydin. Nəyini kıskanacağım az? Ne oldu ki Allah'a şükür evim yoktu, eşiğim yoktu, maşınım yoktu, yaraşığım yoktu. Olan inşallah, inşallah. Kurban olmayı kim ma ilişir, kim ma söz atır, axırın görürük. Kurban olmayı yeri göğü yaradan Allah'a. Vaxt var idi, sabi, mənim istəyirdi. Az başka şeyin adını çekin. Nədir o? Sabi Adəmin dədəsi. O dedi Adəmin valideyni danışan. Vaxt vardı mənim istəyirdi. Mən onu qoşanda ağzı nəydi ki, onunla oynamıram. Nazlanır, eləyir. Biraz özün kişi kim aparsın. İndi məni keçirdi. Bax, İmam Haqqı. Baxmışsınız onun burcutmağına, qayıtlarına. Dur cəzaları belli. Burcudur. Kurban olmayı Allah'a yeri göğü ki. Canlı kaldırmaktan ötəri götürür. Mənə baxır, mürəbbələr pişirir, kompotda bağırır, xalça yuyur. Mənim anam bacım yoxdur, mən xalçanı yuyuram. Yaşadığım evdə mən yumalıyam. Sağ nə olur, dinləmişsən evində, evlənmişsən, arvadım, uşağım. İndi nətər burcudursansa, mən sənin yanında, Sibelcan sənin yanında, baba həqiqətən qələt eləyər. Burcutmaqda. İndi elə burcudursan nətər? Ona görə deyirəm, kim malağı eləyir? Ey yeri göğü yaradan Allah, ey Allahım. Göstərsən və çıxartsan qabağına. Yani mən kıskansam elə birini kıskanlamışam. Allah hamd olsun, nəyəm yoxdur ki. Ac qalmamışam, başıma dammır. O gözəl evim, o da neçə otaqlı evim. Bərdədə gözəl yerdə qalıram, qonşularım qəşəng. Qapımda töyüğüm tütəm hər bir şeyim, bağım, iri gözəl meyvə ağaçlarım, yonca, reyhan əhmişəm, kişniş, şüyüd. Hər bir şey, yəni mənim həqiqətən nəyəm yoxdur ki. Bir sənə xoşbəxtçiliyim yoxdur da tək. Mən kimin qaynını çəkəcəm? Bir çölün baxın görün mən kimin qaynını çəkəcəm? Kütlənin, məndə də oldu da kütlə. Boş şeylərdir. Bir onu çıxır, qoyur çıxır gedir, başa düşürsünüz. Gedib oturub baxanlar, sərmına baxır, sərmə bursuna adlayacaq. Nəyini qaynını? Şir də görmüşəm, universal da görmüşəm, sevgi də görmüşəm, gəzməklər də görmüşəm, mən də gəzdirlər görmüşəm. O Vəfa Şərifova çıxdı dedi trenddə mənəm. Şəbnəm Tozlu qayıtdı bir söz dedi ki o trenddə mən də olmuşam 5 il 6 il 7 il bundan qabaq. Gündəmdə mən də gündəmdə olmuşam. Bunda trenddə mən də trenddə olmuşam. Yəni mən də görmüşəm bunları deydi. Əlbəttə ki əsas ailədir. Ailənin yerinə verir, əsas ailədir. Nə olsun? Bəs niyə bu qədər yəni? Niyə yanıram can uşaqlar? Niyə? Niye de niye ne sebebe yanaşam? Bak sizler size Allah hakkı buradan oraya söz yaparsınız, oradan oraya, buradan oraya, buradan oraya, buradan oraya, buradan oraya, oradan oraya, buradan oraya, buradan oraya, buradan oraya, buradan oraya. Ancak bakın deyirsiniz dava olsun, qoşulaq baxaq, qırğın olsun baxaq.
İnan ki sizin torunuza düşəsi deyiləm də yəni. Yazmışsınız mənə xain paxıl. Yazın, Allah canınızı sarısın, göydən Allah baxır. Kim ki həmişə mənim qəlbimə dəyivi, axır əvvəl əl ya da geç cəzasını çəkir. Allah haqqı. Qoşulur məni pisləyir. Sənin qabağına çörək qoymuşam, heç olmasa ondan utan. Evimə gəlmişsən, Sabir süfrə açdım, Sabir qıyf yatmadığım gəlin otağını verdim, ora mən demişəm ki, evlənəndə mən orada yatacağım, gəlin arvadımdan, yoldaşımdan. Budur da mənim yaxşılığım. İndi qoşulursa məni pisləyirsən. Deməli sən yaxşı adam deyilsən. O birisini bildiyi, o birisi mənə düşməndir. Sağ nə olub? O da səni yedizdir. O primə görə gəlib yedizdirib. Bəllidir. Prim yığıb, özünü tanıtmaq istəyib. O vaxtlar 10.000, 7.000, 8.000 mənim canımda olurdu. Yaxşı insan atıb, mən heç vaxt pisləməz. Kim pisləyəndə ağzından vurar. Yalan deyirəmsə də nə yalan deyirsin. Niyə məni pisləyirsən ki, 40 əfsanə? Sana nə qalmışam? Neynəmişəm sana? Canlatsan özündən danış, mənlə niyə danışırsan ki? Ay 40 əfsanə, sən də get hədiyyat, ürəyin kim istəyir ata bilərsən. Amma niyə məni pisləyirsən də? Bir dəfə sağ səs atdım, inandım, çıxdın canlı da qoydun. Canlını qaldırdın 800 nəfərə. Yenə səni bağışladım. Səs atmışım, aramızda qalsın. Mən onda Sakoyla dalaşan vaxtım idi. İndi bu da yazdı, nə olub, attım da, niyə çıxı canlı da qoyurdun? Deməli, sən məni istəməyən adamsan. Kütlü üçün buradasan. İndi harada, aş orada başla. Özün bilərsən, get kimə də hədiyyə atırsan, sən mənə atmayırsan, mən acından ölməyəcəm ha. Atmışsan, mən də sağ gəlib atmışam. Yeri gəlsə, mən sağ atmalı atası deyildim. Sən deyirsən dəstəkçiyəm, mən demirəm amma dəstəkçiyəm. Sən deyirsən, mən dəstəkçiyəm, mən demirəm dəstəkçiyəm, mən yayıncıyam, mənim gəlirim buradan da. Amma görsən, mən gəlib sağ atmışam məndə. Amma heç bir atdıqlarının, heç birləri gəlib sağ atmırdı. PK-ların olurdu, oyunların olurdu, heç biri gəlib atmırdı. Görürdüm də, baxırdım. Yenə də mən. Olsa, harada getsən, hərlənib gələcəyin yer, bax, burası olacaqdır. Get, hara gedirsən, get. Elə qəşşək peşman olub qayıdıb gələcəyin yer burasıdır. Onsuz da mən yoxsan artıq mənim üçün. Götürüb 40 əfsanə, kiməsə şir atır, atır, yanıq verir, götürüb direkt atır, mina. Bir də canlaqçı deyir ki, indi şir attım kiməsə, babaş çatlıyor, partlıyor. Babaş niyə çatlıyor ki, babaş da şir görüb də, o indi görür, amma babaş 6-5 il bundan qabaq görüb, görə gəlib. Qoşulu məni pisləyir. Bəs də Ceyhun səndə. Mən də durdum o dom, şibidi, qarnımla belə oynadım, yanığımı elə verdim ki, dedim, sən patlatacaq da. Furkan çağırır səni. O, buraların tükü tökülən Furkan. Tüy də çıxmır burasından. O Furkan çağırır.